bu günlərim Sım kəndinə gəlməyimizin əsas məqsədi odur ki, biz Sım kəndinin misalında Dövlət Turizm Agentliyinin turizm kəndlərinin inkişafını, turizm kəndlərində görülən layihələr haqqında ümumən məlumat verək, aqroturizm haqqında, kənd turizmi, ekoturizm haqqında sizə daha geniş məlumat verək. Bu günlərim sizin turunuzu belə deyək də, əsas sözçüsü olacaq bizim regional şöbənin rəhbəri Ergün Məmcavadır və turda sizi belə deyək də, bələdçiliyinizi edəcək bizim Lənkəran Regional İdarənin müdürü İlqar müəllim. Deməli, bu kənd haqqında ümumi sizə məlumat verim ki, kənddə təxminən 800 nəfər əhalisi var. Kənd turizm üçün yeni açılmış kəndlərdəndir. Yəni ki, təxminən 5 il öncə burada demək olar ki, turizm olmayıb. Sonradan müvafiq tanıtımlar keçirilib, infrastrukturun qurulub, Dövlət Turizm Agentliyi tərəfindən, o cümlədən yolla bağlı, məsəl üçün burada biz layihələr həyata keçirmişik. Bax, bu kəndirxananı biz qurmuşuq. Ümumən, kəndin mərkəzini biz qurmuşuq, müasir belə deyək, standartlara tələb edilən PC yaratmışıq, sanitar qovşar yaratmışıq, parkinqlər yaratmışıq, marşrutlar qurmuşuq, işarələnmə etmişik və s. Və bunlar bizim belə deyək, təmir və tikinti işlərimizdə əsas bizim nailiyyətimiz ondan ibarətdir ki, hal-hazırda kəndin 60%-ə qədər belə deyək, iş bacarığı olan əhali, aktiv əhalinin 60%-ı turizmdədir. Yəni ki, bu kənd artıq belə əhali ilə bir yerdə qoşulub turizmə. Kəndin qonaqları çox olur. Əsasən qonaqlar Avropadan, Avropa ölkələrindən olurlar, MDB ölkələrindən olurlar. Yəni bunların qonaqları daha çox belə deyək, qərbdəndir. Burada artıq bələdçilər formalaşır. Görürsünüz ki, nəqliyyat sahəsi var. Kənddə evlər, qonaq evləri var ki, təxminən 16-17 qonaq evi var ki, onların bir çoxsuna biz lazımi avadanlıqla təmin etmişik digər dövlət qurumları ilə bir yerdə. Evlər çox gözəldir, təzə təmirdən keçir, qiymətləri çox, belə deyək, əl çatımlı bir qiymətlərləndir. Yerli mətbəx nümunələrini təqdim edirlər. Artıq burada muzey qurulur, açıq hava altında indi muzey var, onu da görəcəksiniz ki, yəni kənddə bu istiqamətdə də addımlar atılır. Ümumən kənd, mən deyərdim ki, Azərbaycanın turistik kəndlərindən olan ən gözəl kəndlərindən biridir, ən aktiv kəndlərindən biridir və Sımın misalını biz digər kəndlərə də, məsəl üçün, örnək olaraq göstəririk ki, əhali necə turizmə qoşulur və turizmdən necə bəhrələnir, yəni iş yerləri necə formalaşır və s. ki, bunun hamısını siz Sımda görəcəksiniz. Bəziləri isə əfsanələr deyirlər ki, Nuhun oğlu ilə bağlıdır, Sım adlı oğlu iləndir, yəni belə bir versiyalar var və s. Onu da o haqda da deyəcəyik. Burada Səfəvilərin dövrünə aid abidələr var və s. Divanxana var və digər var. Zəngin tarixi olan bir kənddir. Oradan biz gedəcəyik, yəni gələcəyik nahara, nahardan sonra gedəcəyik Sımı Azərbaycana daha çox tanıdan şəlaləyə. Bilirsiniz ki, Sımın şəlaləsi, yəni ki, turistlər üçün ən cəlbedici bir yerdir. Orada da infrastruktur qurulub ki, rahat orada səyahət edə bilərsiniz. Bir nəfərlə də siz tanış edin. Xəlil müəllim bizim nəqliyyatımızın rəhbəridir. Xəlil müəllim kəndin ən belə deyək, uğurlu bələdçisidir, həm bələdçisidir, həm bütün deyək, kəndin qonaqlarını Xəlil müəllim belə deyək, daha çox qəbul edir. Dövlət Turizm Agentliyi tərəfindən detallı işlənir. Əsas turizm destinasiyaları gördüyünüz kimi işarələrlə burada göstərilir. Kəndin mərkəzində qoyulub, məntiq odur ki, gələn burada maşının parkinq eləyir, saxlayır, ya avtobusla gəlibsə burada düşür. Kənd haqqında, yerlər haqqında, destinasiyalar haqqında burada məlumat alır və növbəti addım olaraq ardıcıllıqla, xəritə ilə gedib gəzintisini keçirir. Eyni zamanda gördüyünüz kimi indi yol boyu da görürsünüz, işarələnmə aparılıb Dövlət Turizm Agentliyi tərəfindən, həm kəndin daxilində işarələmə aparılıb, o tamamlanandan sonra bütün dağ dalçıları da, belə deyək, bütün destinasiyalara həmin işarələrlə sərbəst gəzib davana biləcək. Baxın, burada var şəlalələr, burada da olur. Burada bu qədim dustaqxana olur. Ki, orada Səfəvilər dövründə məncə aiddir. Səfəvilər dövründə dustaqxana olub bu kənddə. Burada həm divan olub, həm dustaqxana.
məskunlaşırmış. Amma sonradan indi vəhşi qoşullar zat dağıdıb məhv olub. Amma ki keçmişdə məsələn buna nəsə bağlayıb, aşağı sallayıb buradan onu tutmaq olurmuş tüstü verərək. Çünki arılar tüstü ilə arıları xəbərdar edirik ki, sınan əşyalar, məsələn, bunlar hamısı torpaqdan tapılır, torpağın altından tapılır. Yəni, hansısa dövrə aiddir, Azərbaycanda məsələn, hansısa dövrə aiddir. Çünki artıq bu bəzədilib. Bunlar daha qədim, yəqin ki, bunlar daha qədimdir. Bunu öz həyatınızdan tapırsınız bunları? Təkcə bizim həyat deyil. Harda, Yəni Sım kəndində Sım kəndinin ərazisidir. Kim harda nə tapıbsa, gətirib bura. Muzey kimi, bəli, hamı bilir ki, bura yığılır. Çünki əvvəllər daha artıq idi. Sımdan aparılan əşyaların əksəriyyəti Astara muzeyində saxlanılır. Keçmişdən qalma, böyük iri daşlar, daha aydın görünən, üstündə daha aydın elə şəkillər görünən daşların əksəriyyəti Astara muzeyində saxlanılır. Daha sonra isə bizə bir tarixçi gəlirdi. Buranın tarixini araşdırmırdı. Siz burada açıq muzey yaradılacaq. Yaradılacaq açıq muzey. Qışda içinə girsən, tərlirsən, yayda gedirsən, orada buz sağlanır. Tipa kondisioner olan aparır. Dövlət Turizm Agentliyi tərəfindən regionlarda turizmin inkişafı istiqamətində əsas bizim prioritetlərimizdən biri kənd turizminin inkişafı olmuşdur. Bu günə kimi, yəni Dövlət Turizm Agentliyi yaradıldığı dövrdən bu günə qədər müəyyən istiqamətlər bizim üçün özümüzdə ayırmışıq. Bunlardan biri əlbəttə ki, kənd əhalisinin məşğulluğunun artırılması və onların məşğulluq qabiliyyətinin artırılması istiqamətində vəsaitlərin hazırlanması olmuşdur. Biz kənd qonaq evləri üçün bələdçi kitabı hazırlamışıq. Eyni zamanda agroturizm təsərrüfatlarının yaradılması üçün ayrıca bir kitabsa hazırlamışıq ki, bugün bizim regionlarda təlimlərimiz zamanı aktiv istifadə olunur və bu vəsaitləri insanlara bölüşür. Digər istiqamətimiz təbliğat təşviqat işləridir. Bugün Sımın daha çox tanınmasının əsas səbəblərindən biri də bu istiqamətdə daxil turizm baxımından təşviqat işlərimizi bu kənd üzərində də qurmağımız olmuşdur. Yəni bu kənd ümumilikdə nümunəvi bir kənd kimi nəzərdə tuturuq. Ümumilikdə isə Azərbaycanın digər turistik kəndlərində biz Sımda olduğu kimi daha yaxşı, daha geniş, ətraflı şəkildə infrastrukturunun artırılması ilə bağlı işlər görürük. Bunu da biz Dövlət Turizm Agentliyi olaraq dövlət proqramı, sosial-iqtisadi inkişaf dövlət proqramı çərçivəsində edirik. Belə ki, o proqrama əsasən turistik kənd konsepsiyasına uyğun kəndlər seçilməli və o kəndlər ətrafında infrastrukturun yaradılması tapşırığı qoyulmuşdur. Bu günə qədər deməli bir neçə kənd artıq seçilmiş və onlarla bağlı layihələndirmə işləri həyata keçirilmişdir. Bu gün də layihələndirilməsi gedən kəndlərimiz var. Bunlara misal üçün Qusarda Laza, deməli İsmayılda İvanovka, Qəbəldə Durca, Qaxda İlisu, Sarıbaş, Cənub regionunda isə Sım, Libyani kimi kəndlərin misal götürmək olar. Yəni burada əsas məqsədimiz nədir? Turizm baxımından cəlbedici olan kəndlərə, əhalinin məşğulluğun icması olan, yəni əhali tərəfindən bu istiqamətə maraq olan kəndləri seçib, orada kəndin abadlaşdırılmasını həyata keçirməkdir. Və bu da gələcəkdə digər kəndlərə, yəni hansı ki dövlətin vəsaitinin belə deyim də nəzərdə tutulmadığı və kəndlərin özünün bu işi apara biləcək elə kəndlər var ki, orada da insanları həvəsləndirib, buradan alınan nəticələrlə onlar da öz işlərini qurmasına imkan yaratmaq istəyirik. Bugün Sım kəndində gördüyünüz işlər deməli əsasən ümumi olaraq infrastrukturun inkişafına yönəlmişdir. Çünki burada artıq əhali bununla bağlı məşğul olmağa həvəslidir. Burada apardığımız sorğular buna imkan verir və nəticədə biz bugünə qədər kənddə müəyyən məşğulluqla əlaqədar olan, məsələn, təndir evinin hazırlanmasıdır. Biz bunu düzəltmişik. Deməli, sanitar qovşağı hazırlanıb, kəndə 32-dən çox kənd boyu məlumat verici lövhələr quraşdırılıb, kəndin yolu müvafiq qurumlarla müəyyən dərəcədə düzəldilib. Gələcəkdə də bu yolların, kənd içi yolların düzəldilməsi nəzərdə tutulub. Layihələrin ikinci fazada. Bundan əlavə olaraq cari ildə agentliyin
qrant müsabiqəsi çərçivəsində 2 layihə icra olunur burada. Biri arıçılıq təsərrüfatının inkişaf etdirilməsidir. Nümunəvi arıçılıq təsərrüfatı yaradılır. Digəri isə kənddə olan bəzi infrastrukturların demək yaradılmasıdır ki, birincinin məsələn satış köşkü hal-hazırda hazırlanır. Bugün biz görəcəyik açıq hava muzeyi var. Onun gələcəkdə binasının hazırlanması nəzərdə tutulub. Piknik ərazilərinin nəzərdə tutulub düzəldilməsi və eyni zamanda uşaqlı ailəli turistlər üçün, uşaqlar üçün belə oyun meydançasının hazırlanması nəzərdə tutulub. Yəni bunlar da qrant layihəsi çərçivəsində icra olunacaq. Dövlət Turizm Agentliyinin maliyyələşməsi nəticəsində. Ümumiyyətlə kənddə görülən işlərin nəticəsi olaraq artıq kənddə turistlərin sayı kifayət qədər artıb. Vaxt var idi ki, bura cəmi il ərzində 1000-ə yaxın turist gəlirdisə, artıq yayda hər ay 2000-dən çox turist gəlir. Hansı dövrlə müqayisədə? 2017, 18, 19 ay münasibətdə artıq son 2 ildə gedən tendensiya budur. Bu infrastruktur son 2 ildə qurulur. Bəli, infrastruktur son 2 ildə yaradılır infrastruktur və bundan sonraki bir neçə il ərzində də burada mütəmadi olaraq infrastrukturun düzəldilməsi, yenilənməsi nəzərdə tutulub. Xüsusilə də kənd içi yolların düzəldilməsi, fasad işləri, yəni kənd evlərinin və küçələrin daha doğrusu fasadların düzəldilməsi nəzərdə tutulub. Bütün bunların nəticəsində bizim məqsədimiz nümunəvi kənd yaratmaqla Azərbaycanın kənd turizm potensialını göstərməkdir. Sım kəndi yeganə kənd deyil. Azərbaycanda Sım kimi kifayət qədər gözəl kəndlərimiz var və bizim həm də məqsədimiz odur ki, insanlar qalıb kəndlərdə yaşamağa davam eləsin və məşğulluğu özünün əsas həyatı istiqamətinə bir çevirsin. Bir də bir şey soruşuyorum. Sıma yay ərzində deməli bizdə konkret olaraq belə deyim də sımda gələn turistlərin statistikası nəyə görə? Çünki burada kənd ərazisində burada bizim belə deyim də statistika aparan qurumumuz yoxdur. Amma bizdə olan məlumata görə, xüsusən də əhalinin verdiyi məlumata görə yay ərzində hər ay 2000-ə yaxın insan gəlir. Yəni iyun ayından başlayaraq sezon artıq bitir. 2000-ə qədər bu kifayət qədər böyük rəqəmdir. Çünki özünüz də görürsünüz ki, burada əhali müəyyən kənd təsərrüfatı fəaliyyətinə məşğuldur. Gələnlər burada nəsə alırlar. Məsələn, burada arıçılıq var, bal alırlar. Müəyyən demək burada dəmirçilik var, toxuculuq var. Yəni gələcəkdə də indi burada satış köşkü yaradılması planlaşdırılır ki, insanlar öz hazırladığı məhsulları həmin satış köşkündə indi göstərirəm sizə yerini, yuxarıda çay evinin yanında. Orada deməli sata biləcəklər. Kənd təsərrüfatına lazım olan bütün alatları burada düzəldirik biz. Dəmiri istəyirik, burada nə alat lazımdır? Bax, bıçağından tutmuş, pellər var. Bu köhnəsidir. Yox, qabağın. Bu onun köhnəsidir. Hələ burada biz bu çürük sistemi at dərisindən 2 əsr yaşı var. Onu hər bu şeydən kərə yavanın yağı verir. Yəni bu tarixi, yeganə tarixi sənətdir bu kəndəki. Bu, deməli, yeri şuradan hələ davam edib gəlir. Bu ilk saxlamışdır. Bu dərisidir, at dərisindəndir. Bu damirləri masa. Onu aşağı yuxarı verir, işləyir. Görürsən, bu nədir? Nədir bu? Nədir? Bu kösan tiləsidir. Formada bir təndirxana var idi. Biz fikirləşdik ki, turistlər üçün maraqlı olsun deyə qabağı şüşəli olsun. O tərəfə keçsəz, orada bişirmə prosesinə birbaşa baxa da bilərsiniz. Yəni burada master class kimi də çəkiliş aparmaq olur. Eyni zamanda yerli çörəyi necə istehsal edirlər, buna bir bilavasitə baxa bilirsiniz.
Bərəkətli olsun. Qonaq olun. Görəyə. Çox sağ olun.